Phnom Penh küçələrində Kambocalı motosiklet taksi sürücüsü Chum Vanın növbəti günü və korrupsiyaya görə narahatlığın növbəti günü başlayıb. Mənim ölkəmdə korrupsiya ildən ilə pisləşir. Bütün sahələrdə. Onun məyusluğu da getdikcə artır. Nəqliyyat qəzası zamanı bu problemə çevrilir. Polis pulu olan sürücülərin tərəfini saxlayır. Pulu olmayan sürücünü isə təqsirkar çıxarır. Bu hallarla üzləşən yalnız Chum Van deyil. Korrupsiyanı qeydə alan Transparency International'ın 2012-ci il korrupsiya indeksində 176 ölkə 0-100 arası rəqəmlə qiymətləndirilib. Korrupsiyanın ən çox yayıldığı ölkə 0 rəqəmi ilə qiymətləndirilir. Kambodjada daxil olmaqla ölkələrin 3/2-si orta səviyyədən yüksək səviyyəyə qədər korrupsiyaya bulaşıb. Ən pis göstərici Somali, Şimali Koreya və Əfqanistanda qeydə alınıb. Yəqin ki, heç bir yerdə yaxın şərqdə olduğu kimi korrupsiyaya qarşı etirazlar bu qədər nəzərə çarpmayıb. Milyonlarla insan küçələri nəzarətə götürərək Tunisdən Misirə qədər, oradan isə Liviyaya qədər rejimləri devirib. Lakin yüksək vəzifələrdə dəyişikliyin baş verməsinə baxmayaraq, aşağı vəzifələrdə dəyişiklik az olur. Woodrow Wilson mərkəzindən olan görkəmli alim bunun təəccüb doğurmadığını deyir. Bəxşiş yaxın şərqdə həyat tərzində mühüm rol oynayır. Bəxşiş rüşvət deməkdir. Bunu demokratik dəyərləri və məqsədləri tərənnüm etməklə bir gecənin içində dəyişmək mümkün deyil. Liviyalı bir biznesmen əvvəllər bir Qəddafinin, indi isə 6 milyon Qəddafinin olduğunu deyir. Asiyada ölkələrin 68%-nin biraz yüksək səviyyəli korrupsioner olduğu yerdə Birmada daha da ictimailəşmiş islahatlar ölkənin sıralamasında biraz dəyişiklik edərək planetdə 5-ci ən korrupsioner ölkə edib. Davam etməkdə olan borc böhranının bürüdüyü Avropada korrupsiya Yunanistan və İtaliya kimi çox ziyan dəymiş ölkələrdə artıb. Rusiyada isə böyük problem olaraq qalmaqdadır. Transparency International'ın tərtib etdiyi cədvəldə Azərbaycan 174 ölkə arasında 139-cu yerdə qərarlaşıb. Azərbaycanla 139-cu yeri Nigeriya, Kenya, Nepal və Pakistan bölüşür. Azərbaycanın yaxın qonşuları Rusiya, Qazaxıstan, İran 133-cü, Gürcüstan 51-ci, Ermənistan isə 105-ci yerdə qərarlaşıb. 2011-ci ildə Azərbaycan 183 ölkə arasında 143-cü, 2010-cu ildə isə 178 ölkə arasında 134-cü sırada yer alıb. Korrupsiya sıralamada çox təmiz qiymətləndirilən ölkələr üçün belə dilemmadır. Məsələn, sıralamada Birləşmiş Ştatlar 19-cu ən az korrupsiyalaşmış dövlətdir. Lakin bu ölkə kifayət qədər korrupsiya halları ilə üzləşir. Çin və Meksika kimi ticarət tərəfdaşları sıralamada daha pis göstəricilərə malikdir. Bu isə o deməkdir ki, ABŞ şirkətləri rəqabət aparmaq üçün tez-tez kölgə iqtisadiyyatında iştirak etməyə məcbur olunur. Dünyanın bir çox yerində korrupsiyanın təsirinə daha çox kiçik bizneslər məruz qalır. Nigeriyanın Abuja şəhərindəki bu kiçik paltar mağazasındakı vəziyyət Ukudi Navanın halını daha da pisləşdirir. Mən çox pul xərcləməyə məcbur oluram. Çox vaxt müştərilər bunu başa düşmür. Bilirsinizmi, siz qiyməti baha qoyanda onlar təəccüblə niyə bu qədər baha olduğunu soruşurlar. Çoxları tərəfindən yaşanan bu məyusluğun tezliklə bitəcəyinə ümid yoxdur. Vaşinqtondan Emin Kərimov, Amerikanın səsi.